Adının mənası Ağca, iri, badi, məskən, qəsəbə. Yəni, iri məskən olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi mədəniyyət nümunələrindən Kamiltəpə, Nərgiztəpə, Qaraköpər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramlarıyla müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İskəndər tərəfindən təmir olunması güman olunduğu halda 16-cı əsrdə Teymurlenk tərəfindən tam təmir edilməsi tarixi faktdır. Ağcabədi rayonu 1930-cu ildə inzibati rayon kimi təşkil olunub. 1963-cü ildə isə rayon ləğv olunaraq Ağdam rayonunun tabeliyinə verilib. 1965-ci ildə isə yenidən müstəqil rayon statusu qazanıb. Qədim tayfaların məskunlaşdığı Ağcabədidə həmin tayfaların adı ilə bağlı olan kənd adları indi də qalmaqdadır. Afşarlar, Bayatlar, Qaradolaqlar, Şahsevənlər, Qiyamadınlı kimi kəndlər həmin tayfaların adını daşıyır. Ağcabədi rayonu Kür-Araz ovalığında təşkil edilmiş inzibati rayondur. Rayon Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşir. Qərbdən Ağdam, cənub-qərbdən Xocavənd, cənubdan Füzuli, cənub-şərqdən Beyləqam, şimal-qərbdən Bərdə rayonu ilə sərhəddir. Rayonun iqlimi mülayim, isti və quru subtropikdir. Seyrək çay şəbəkəsinə malik olan rayonun şimal-şərq sərhəddi ilə təxminən 45 km bir məsafədə Kür çayı, mərkəz hissədən isə Qarqar çayı axır. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi təşkil edir. Ağcabədi ölkənin əsas pambıqçılıq rayonlarındandır. Rayonda pambıq təmizləmə və yağ pendir zavodları, istehsal kombinatı var. Ağcabədidə 62 ümumi təhsil məktəbi, 36 məktəbə qədər və 5 məktəbdən kənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonda 2 muzey, 2 rəsm qalereyası, rayon mədəniyyət evi, 3 şəhər, 16 kənd mədəniyyət evi, 22 kənd klubu, 67 kənd kitabxanası, 4 şəhər kitabxanası, 1 uşaq kitabxanası, 1 rayon mərkəzi kitabxanası və 9 musiqi məktəbi fəaliyyət göstərir. Ağcabədi sadəcə qədim yaşayış məskəni deyil, həm də qədim Oğuz yurdudur. Kitab-ı Dədə Qorqudun əsas qəhrəmanı olan Dədə Qorqud Bayat elindəndir. Elə kitabın bir səhifəsində də yazılır ki, Peyğəmbər Rəsulullahın zamanına yaxın bir dövrdə Bayat elindən bir ər qopdu. Həmin ər Ulu Ozan Dədə Qorqud idi. Ağcabədi həm də dahi şairimiz Məhəmməd Füzulinin vətənidir. Məhəmməd Füzuli də Bayat elindən olub. Səfəvi dövlətinin görkəmli hökmdarı 1-ci Şah Abbasın 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Avropaya göndərdiyi nümayəndəliyin katibi Oruc bəy Bayat da Bayat elindən olub. Təsadüfi deyil ki, o İspaniyada Don Juan adıyla bütün Avropada məşhur olub və yazdığı əsərlər Avropada çox geniş yayılıb. Ağcabədi tək bu şəxsiyyətlərə deyil, bir çox görkəmli şəxsiyyətlərə vətən olub. Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyov, bəstəkarlar Əfrasiyyət Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Vasif Adıgözəlov, futbolçu hakim Tofiq Bəhramov, sənətçi Zülfü Adıgözəlov, xanəndə Mütəllim Mütəllimov, Yaqub Məmmədov, yazıcı İsim Məlikzadə də məhz bu torpaqda doğulub boya başa çatıb. Ağcabədinin ərazisi 1756 kvadrat kilometr, əhalisinin sayı 122 min nəfərdir. Telefon kodu 113, avtomobil dövlət nömrə nişanı 04, Bakı ilə Ağcabədi arasındakı məsafə isə 300 kilometrdir.